Esselamu aleykum və rahmetullah. Değerli müsəlmanlar, Mizan Yardım Qrupunun üzvləri, Allah Azza və Cəllə sizin əhlivizə, malınıza bərəkət versin. Hər həftə olduğu kimi yenə də bugün də avqustun 22-sidir, həftənin şənbə günüdür. Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb və bura Qarasuxura gətirilib, buradan ehtiyaclı müsəlmanlara paylanılacaq. Allah sizdən qəbul etsin, Allah sizin malınıza, əhlivizə bərəkət versin, əmin. Esselamu aleykum və rahmetullah. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün avqust ayının 22-si 2026-cı il. Əlhamdülillah ərzaqlarımız alınıb, paketlənib. Gün ərzində paylanacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün avqust ayının 23-cü 2026-cı il. Əlhamdülillah ərzaqlarımızı maşına yüklədik. Ərzaqlarımız Mehdabad, Binəqədi, Masazır, Xırdalan ərazisində olan bəzi ehtiyaclı ailələrə çatacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin.